Başladıq. Deməli, hər birini salamlayıram Motivator Sports izləyiciləri, idman sevərləri. Bu günlər bizim qonaqlarımız Taylanddan gəliblər. Həncə Azərbaycanlıdırlar. 19 yaşı var Ceyranın. Xoş gəlmisiniz. Çox sağ olun müəllim. Allah razı olsun. Allah kömək olsun. Əvvəla mən məşqçi olaraq sizə böyük təşəkkür edirəm ki, bu rəhbərliyə təşəkkür edirəm ki, yəni belə idmana, idmançıya dəstəksiniz və Allah sizə həmişə var eləsin ki, belə işıqlandırırsınız. Biz də bir idmançı olaraq sizə böyük təşəkkür edirik. Allah razı olsun qardaş. Hansı verilişlərə baxmısan? Bəhram Rəcabzadə. Bəhram baxmısan. Bəhram buradan sənə salam deyirik. Bəhram gəlməli idi, gəlib çıxmır. Görsən. İlk olaraq Bəhrama baxır. Sonra hansı verilişlərə baxır? Tofiq Musayevə baxmışam. Tofiqə də baxmısan. Sonra Vüqar Kərimov. Vüqar Kərimov. Vüqar salam aleykum. Yəni Vüqar Kərimov. Bütün idmançılarımıza bizdə Rafaelə baxmısan ağayım verilişdə. Rafaelə baxmışam. Rafael Ağayev. Yəni bütün bizim Azərbaycan idmançılarımız bizim fəxrlərimizdir. Ona görə də bax görürsüz, gənc nəsil yetişir, gənc nəsil leyinir, baxır. Sən necə oldu idmana gəldin? Məndə uşaqlıqdan həvəs var idi idmana. Təbii ki, Azərbaycan mentaliteti bir müddət icazə vermədi. Azərbaycan mentaliteti yoxsa valideynlərdən söhbət gedir? Mentalitet Yəni valideyn necə idi? Yəni valideyn istəyirdi, sadəcə dedi ki, qonşu nə deyər, nə bilim filan kəs nə deyər, biz onunla bağlı. Ailə təbii ki, yəni qız övladı olduğum üçün biraz idman növünə, həm də mənim idman növüm biraz sərt olduğu üçün əvvəlcə biraz necə deyim, istəmirdilər. Sonradan nəticə verməyə başlayanda, yəni ondan sonra o həmişə olur. O hər yerdə elədir. Biraz dəstəkləmirlər, nəticə görən kimi, deməli dəstəkləmək olar. Yəni bu yaxşıdır. Yəni həmişə elədir. Valideynləri də günahlandı, qınamıram. Niyə? Narahatdılar. Zarafat təsəvvür döyüş növüdür. Gəlirsən, sən uşağı kimsə orada döyür. Nə bilim nə istərsən adam kənardan kimsə uşağa barmaq vuranda adam biraz pis olur axı. Burada bir təzəlikcə biraz narahat olur. Sonradan yavaş-yavaş yəqin öyrəşirlər. İlk başlayanda elə indiki idman növünə başladın yoxsa baza başqa idi? Pərvin müəllimin yanında başlamışam. Kimin yanında? Pərvin müəllimin yanında. Pərvin müəllimi, ha. Baza Pərvin müəllimlərdir yəni. Yəni ilk neçənci ildə başlamısan? Neçə ildə başladın? 2022-də başlamışam, 3 ildir. Az bir zamanda Rüfət müəllim, yəni Ceyranın o az bir zamanda böyük bir nəticələri var. Yəni Azərbaycanda 3 qat Respublika çempionu, Avropa mükafatçısı, gənclərdə hətta Heydər Əliyev kubokunun çempionu, ümumi lider Heydər Əliyev kubokunun çempionu. Yəni kickboksa aid Bakı kubokunun çempionu, kickboksda olan bütün yarışların hamısını 3 il hə? 2022-dən qardaş 2025 3 il keçib də. Bəli. 3 il bundan qabaq bu işlə məşğul olun. Bu necə oldu gəldi? Sən buna nə vermirsən? Nə yeyir, nə içir? Getdiyindən bir başqaları da bilsinlər yəni. İnanırsınız ki, yəni Ceyran. Yəni bu fenomendir. Mən ona həmişə deyirəm. Çünki gec başlayıb qardaş. Yəni 17 yaşından başlayıb. Gec o yaş olaraq gec başlamısan. Yəni Ceyran o hansı ki mən ona həmişə deyirəm, özünə də demişəm. Yəni Ceyran o əzmkarlığı, o məqsədyönlü, məqsədə çatmağı, dözümlü, iradəli. Ceyran çox zəhmətkeş bir idmançıdır, sözün həqiqi mənasında. O bir Azərbaycanın fəxri, bütün idmançıların hamısı Azərbaycanın fəxridir. Yəni Rafael Ağayev də bizim fəxrimizdir. Mən bir Rafaeldən deyəndə istədim deyə çəkiş üçün saxlayarıq. Yəni Rafael Azərbaycanın fəxri qara brilyantı, dünyanın tanınmış bir simasıdır. Bu da bizim qara brilyantımızdır. Yəni kişilərdə Rafael Ağayevdir. Ceyran xanımın da kickboksda ləqəbi qara brilyantdır. Yaxşıdır. Bəli. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Qara brilyantı Ceyrana kim deyib? Hansı bir idmançı deyib? Özünüz demisiniz yoxsa özünüz adlandırmısınız? Yəni hə, Black Diamond olaraq da. Diamond və Ceyran o hansı ki o zəhməti özünə deyirəm. Deyirəm Ceyran, sənin o keçdiyin ki o etabı, o yolları inanırsınız ki, yəni belə
çətin bir anlardan keçib də gündəki də məşq elirdi. Ceyran Respublikaya hazırlaşanda, Avropaya hazırlaşanda hansı ki saraydan gəlirdi Nizam metrosu yanına. Gündəki də hətta özü də təsdiqləyər. Yəni elə bir vaxt oldu ki, artıq Məşq eləyirdi, saraya qayıtdı, sarayda 2 sarayda dəfə gəlib gəlirdi. evləri sarayda qardı. Tezdən saat 7-dən dururdu, gəlirdi 9-dan məşqə çatırdı 10-da. Bir də qayıdırdı arxaya. Bir də axşam Bir də saat 7-də məşq, gecə saat 1-də gəlib evə çatırdı. Yəni Ceyran hətta evinə gəlib çatmağı çox çətin bir andı. Gecə saat 1-də çatırdı. Hansı ki elə yerlərdən keçirdi qəbristanlıqdan. Yəni Ceyran hətta yəni belə şey olmasın, çox kasıb bir ailənin evladıdır. Ancaq onun o zəhməti, onun o məqsəd yönlü, məqsədinə çatmaq, o əziyyətin bütün hamısına qatlaşdı. Şükür Allah ki, yəni o zəhmətin bəhrəsi mən özünə deyirəm. Deyirəm oğlum, mən heç bir əziyyətim yoxdur. Yəni şəxsən mən bu əziyyəti çəksəm də özümə bilmirəm əziyyəti. Çünki o sənin Allah Taala sənin çəkdiyin zəhmətin bəhrəsini verib sənə. Yəni mənlik orada bir şey yoxdur. Yox, məşqçi kimi istər-istəməz əziyyət var. Sadəcə olaraq insanın əzmkarlığı. Bəli. Bugün əzmkarlıq həmişə demişəm, o talant yaxşıdır, ancaq əzmkarlıq yoxdursa, o talant boş-boşunadır. Düzdür. Ancaq mənim baxıram Ceyranda həm əzmkarlıq 70%-dir, həm də 30% talant var. Yəni çünki saraya get, saraydan 2 dəfə mən hər adam onu edə bilməz də. Mən onu gətirdim, Rüfət müəllim, axırda öz evimdə saxladım. Özü də yəni təsdiq eləyir, bilir ki, yəni gördüm, atasına dedim, anasına dedim, qardaşına dedim ki, yəni mən həqiqətən özümdə gəlirdim, məsələn bu metronun yanında düşürdü, biraz maddi sıxıntı olurdu, məsələn maşınla gəlib gəlmək olmurdu. Deyirdim ki, Ceyran, mən özümdə şəxsən vicdan əzabı çəkirdim ki, bu qışın qış günü, məsələn cəmaət evində oturanda bu saat 11-də gedirdi, məsələn düşürdü, geride avtobus 20 yanvarda avtobus gözləyirdi, oradan gedib evə çatmaq saat 1-in yarısı 1-ə qalmışsa gəlib evə çatırdı. Yəni o axırda dedim ki, qardaş, qoy əmiyə dedim, atasına dedim ki, əmi qoy gəlsin, qalsın bizdə. Yəni rahat məşqindən çıxsın, evinə getsin, rahat dincəlsin. Məşqinə də gəndə rahat vaxtı. Yəni da 2 saat, 3 saat o xırdalan yolu. Yəni bəllidir, oran progresi. Ağır yol. Nəyə görə sən kickboksa gəldin? Məncə açığı oğlanlardan çox məncə qızlara daha çox idman vacibdir. Mənim şəxsi fikrimdir bu. Necə deyim? Elə bil ki, mən həmişə ulduz olmaq istəmişəm. Dünyada tanınan bir ulduz. Necə deyim, dünyada bir iz qoymaq istəmişəm. Yəni hər kəs məni tanısın. Biraz da mənə o motivasiya olubdu. Yəni dünyada tanınmış ulduz olmaq istəmişəm. 17 yaş bunun bazası yoxdur. Bu 17 yaşında gəlib 3 il ərzində 3 dəfə Azərbaycan çempionu oldu, düzdür? Ya Avropa mükafatçısı, gör nə qədər nailiyyət. Ya getmirsən orada bir dənə tək sən olmusan. Səndən başqa sənin çəkində adam olmayıb. Yəni bu belə deyil, aydın məsələdir. İndi bu barədə danışacağıq, rəqibləri kim olub? Yəni o heç gör o dediyin o Zelihan, ora kimi gəlib çatmısan da, o da onunla da xal hesabı məsələsi olub. Pərvin müəllim çox prinsipli məşq keçirdi. Yəni boşluq olmayıbdı da. Yəni məsələ şərt o deyil ki, 8 ildə idman eləyəsən. Başlayandan sonra yol necə getdiyin də vacibdir. Yəni sən demirsən ki, uzun müddətli məsələ o deyil. Qısa olsun, düzgün olsun. Təbii ki, uzun müddətli başlamağın öz yəni plusları vardı. Amma yəni qısa müddətli başlamaqda o deyil ki, gec olmusan. Mən idmana başlayanda dedilər ki, sən 17 yaşın vardı. Sənin üçün çox gecdir. Yəni sənin rəqiblərin 10 yaşından, 11 yaşından başlayıbdı. Amma prinsip yəni İdmanda mən görməmişəm adam ki 17 yaşından başlasın. Bəlkə də kimsə var, mənim fikrimdən çıxıb, yəni varsa yenə yazın kommentlərdə. Mike Tyson. Mike Tyson. Yəni Ceyran bu çoxdankı arzusudur. Burada yəni burada olmaq, burada çəkiliş olmaq, bəli. Yəni o sən deyəndə ki, bəs biz danışmışıq ki, gələsən. Necə oldu belə o şey oldun? Belə nə gözləmirdin belə? Gözləmirdim, təəccübləndim açığı. Oyda, yəni ki, dəhşətli bir şeydir. Həqiqətən bizim kanalımızın, yəni belə şeylər görəndə dəfələrlə görəm, biz o gücümüzü görürük. Ona görə yenə deyirəm, biz birlikdə güclüyük. Bundan sonra Ceyranla bir yerdə güclü olacağıq və yenə deyirəm, tək ki belə verilişlər olsun, mənə də xoşdur da. Yaxşı. Necə oldu ki, harda gördün Pərvin müəllimi? Yəni Instagramda, harda tapdın? Heç bilmədən tapdım. Yəni necə deyim, zal axtarırdım, getmək üçün yaxşı müəllim axtarırdım. Bəs girdim, bir dənə idman zalından soruşdum, kickboxing müəllimi var burada. Dedi ki, bizim özümüzdə vardı kickbox müəllimi. Getdik Pərvin müəllimin yanına. Dedim yəqin ki, 2 ay sonra çıxarım da. Sonra Pərvin müəllimlə davam elədik.
Yaxşı, Pərvin müəllim, siz necə oldu? Bir ilk dəfə gəldi məsələn, mən maraqlıdır da mənim üçün. Ceyran o ilk gəldiyi gün zala girişi, baxdım, yəni gördüm ki, həqiqətən ilk məşqindən atı ilə gəlmişdin də, səfərlərimizə. Ailəm mənə dedi ki, yəni 2-3 aylıqdır da, yəni sən yol gedib gələ bilməyəcəksən. Heç nə olmaz, get həvəsin ölsün, sonradan getməzsən. Yəni o 2-3 ay indi 3 il olubdu. O bu dedim mentalitet söhbəti. Ümumiyyətlə məşqə qoymurdular. Yox. Məşqə buraxandan sonra 3 aydan sonra gördülər ki, yox, mümkündür. Nəsə, bəli. İnanmırdılar ki, davamlı gedib gələrəm də. Yarışlarda valideynlərin iştirak eləyir. Çox baxa bilmirlər. Çox baxa bilmirlər. Çox narahat olurlar. Əsasən də məsələn Mən də narahat oluram. anam onun döyüşünə baxa bilmir. Ona görə heç yarışlarına gəlmir. Bütün məsuliyyətin hamısı mənim üzərimdə. Sənin olur. üzərində. Bəli, o sevinci də, o kədəri də Allah Taala həmişə bizi sevinclə inşallah ki müjdələsin. Yəni o sevinci mən özüm yaşayırdım. Həqiqətən çox həm fəxrli, qürurlu, həm də ki məsuliyyətli bir İndi harda məşq keçirsiniz? Bizim zalımız müəllim Yasamaldadır, Nizam metrosunun yanındadır. Sonra Xırdalandadır. Yəni filiallardır da. Filial bəli. Adı nədir? Biri La Sportdur, Aqua Sportdur. Xırdalanda prosta elə obyektdir, yəni yerdir, padvalda məşq edir. Yəni Ceyranla ilk bizim o çətin günlərimiz oradan başladı. Ümumiyyətlə bütün dahilər, bütün güclülər hamı padvaldan gəlir. Yəni zəhmətli hansı ki o günlər ki Ceyranla hətta Mənim bizim ilk ofisim Moykanın arxasında idi, balaca ofis idi. Mən işlədiyim yer. Tesla'nın sahibi də padvaldan. Aha, yəni odur sonra Steve Jobs'un özüdür, qarajdan gəliblər. Yəni hamı qaraj, padval, yəni bu yerlərdəndir. o yerdən də əlavə müəllim, yəni bizim o hansı ki o sıxıntılar olurdu, orada o məşqlərimiz, bütün mən də yəni özü görür, buna heç nə yox. Yəni bu xidmətlərimiz, bu nəticələrimiz üçün elirdim. Təbii ki, özünə də deyirdim. Deyirdim, Ceyran vaxt olacaq sən. Özüm ümumiyyətlə arzusu deyir müəllim, biz zaman gələcək ki, bizim imzalar içində imzamız olacaq. Şükür Allaha ki, özün, yəni bu arzusuydu, bu istəkdi. Sözə baxırsan. Ki, yəni bir zaman olacaq ki, bizim imzalar içində imzamız olacaq. Yəni şükür Allaha ki, yəni onlar nəyə deyirəm ki, müəllim, Rüfət müəllim, yəni orada bütün mən də işlərimi, yəni konkret mənim işim idmanla bağlıdır. Heç bir yerdə məsələn işləmirdim, ancaq konkret hətta qruplarımı da ayırmışdım. Yəni mənim üçün açığı yəni pul fikirləşmirdim. Yəni çünki qabağıma məqsəd qoymuşdum ki, mənə 10 ildən sonra deyilməyəcək nə qədər pul qazandım. Yəni indiki vəziyyət çox bəllidir, göz qabağındadır. Yəni bu günləri necə alın açıq, məsələn hansı ki Ceyran haqqında məlumat verirəm. Məqsədim o idi ki, konkret yəni o bütün hər bir şeyi qoymuşdum qırağa, qruplara ayırmışdım. Konkret Ceyran üçün vaxt ayırmışdım. Tezdən axşam şükür Allah ki, bu günlərim yəni biz demirik nə qədər, yəni o pul bizim üçün önəmli deyil. Biz əsas önəmli bu günlərim bizim 3 rəngli bayrağımız ucalarda olsun. O bayraqda türkçülüyümüz var, İslamçılığımız var, şəhidlərimizin qanı var. Yəni o bayrağı uzatmaq məqsədimiz o idi, şükür Allah. Allah sizin kimi belə dəyərli insanları, belə çəkişlər eləyirsiniz, hansı ki, və mən də istəyirəm ki, elə sizin kimi dəyərli bir insanlara ümumən belə dəstək olmaq lazımdır ki, belə hansı ki, gəncləri, cavanları, idmançıları, indiki zaman biraz çətin bir dönəmdir. Yəni gənclər üçün, hansı ki, kompüter, telefon, nə bilim, televizor, belə şeylər. Bugün dünya çempionu olmaq çətindir, yoxsa məsələn götürüb telefonu əldə çəkmək, nəsə paylaşmaq? Dünya çempionu olmaq. Düzdür. Və bugün bu verilişlərdən sonra sən dünya çempionu olacaqsan, indi olmusan, indi dünya çempionu olur? Yox, Avropa mükafatçıdır. Bakonu kickboksdan Bakon Avropa mükafatçıdır. İndi inşallah Ceyran İslam oyunlarının döyüşəcək noyabrda və kickboksun Bakodan kickboksun dünya çempionatını vuruşacaq. Gəldi 3 il bundan qabaq, deyirsən ki, gözüm tutdu da, bildim ki, bundan nəsə çıxacaq, düzdür? Bəli. Sən necə oldu ki, gəldi, 17 yaşı var. Ceyran ilk məşqə gəldi, gördüm bu uşaqda konkret, yəni prinsip var. Yəni mən təsəvvürə gətirib məşq keçə-keçə görürdüm ki, məsələn, fasilə verirdim. Gördüm, yəni Ceyran fasilə eləmir. Ancaq özü üçün çalışır, ya quruşa işləyir, ya fiziki eləyir. Ay bala, qıratdan su içmə demədim ha bala.
Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Ekskluziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 99 89. Inline Az. Bunun bazası olmayıb bax, hardan belə fiziki yaxşı olub? Yəni özün o istəyi, o həvəsi nəticəsində. Məktəbdə idman dərslərin yaxşı idi. İdmanla yaxşı məşğul olmusan, yoxsa necə? Məktəbdə də yaxşı idi. Yox, düz başa düşürəm mənim qardaşım. Bu 17 yaşa çatıb, 17 yaşa kimi biz bilirik də. Bu 9, 8, 7 yaşından idmanı olmalıdır ki, bunun İstərsən bazası olsun, rastlaşkası olsun, nə bilim nəsə olsun, düzdürmü? Bu elə gələndə o sıfırdan helənçiyinə məsələn hansı ki o həvəs vardı ki onda. Evdə belə deyim, evdə qumdan quruşa düzəldirdim. Onun üstündə özüm məşq edirdim ki, yəni haçansa bilirdim ki, idmana gedəcəm də. İlk başdan. Hani bu 4 il 5 il evdə qırğın olub, böyüyənə qədər də elə çıxır da onda. Həmişə istəmirsən getməyə buraxmayıblar. Gücün çatmayıb, balaca olmusan deyiblər otur yerdə. Sən nə deyirdin? Hə, yaxşı. Özün üçün məşq edirdin ki, gedəcəm Pərvin müəllimin yanına vandam olacam. Yəni Pərvin müəllim, yəni hər idmançının psixolojik çətinlikləri olur da. Mənim özümə inanmadığım vaxtlarda belə Pərvin müəllimə inanırdı, yəni. Bəlkə də biraz ona görə bu səviyyəyə gəldim, çatdım. Özümün yorulduğu vaxtlarda, psixolojik olaraq çətin olduğu vaxtlarda belə Pərvin müəllim məşqçi kimi, dost kimi həmişə yanımda olurdu. Yəni məşqçinin də böyük dəstəyi var burada təbii ki. 100%. Onsuz hara? Yəni o işin deyir pərdə arxası olan əziyyətin bir şey var da istər-istəməz bugünkü günləri. Yaxşı. Birinci ilk çempionatı elə gələn ili çempionata çıxdı. Azərbaycan çempionatına, düzdürmü? Ceyran Erbil ilk gəldiyi gündən hansı ki gənclərdə idi. Gənclərdə yəni məşqini elədi. Hansı ki ilk yarışında çempion oldu da. Gənclərin Respublika çempionu oldu. Sonra məşq elədi. Hansı ki Heydər Əliyev Kubokunun ümumi lider Heydər Əliyev Kubokunun çempionu oldu. Azərbaycan Kubokunun da çempionu. Ondan sonra keçdi böyüklərə. Böyüklərə keçəndə də yəni yenə də eyni qaydada özüm yəni dedi ki, müəllim mən nə qədər ki biz böyüklərə keçdikcə burada da yəni həqiqətən dediyi yəni heç kim inanmırdı. Çünki bizim favorit idmançımız vardı. Məsələn orada o çəkidə Ceyran həm yaş baxımından, həm boy baxımından heç kim inanmırdı. Ceyran o respublikaya çıxanda Ceyran rəqibləri vardı ki, Ceyran onun hansı ki sinəsindən idi. Həm də ikinci ilində idi. Bəs çəkisi 52 kiloqramda döyüşüb. Yəni orada prosto ki bunlar necə olurdu bəs balaca o fərqi yoxdur. Boyun, yaşın fərqi yoxdur. Bir dənə çəkisi 52 kiloda. Prosto bundan böyükdülər. Demək kürsüdə durub Ceyran birinci yerdə kürsüdə durub, rəqibi ikinci yerdə durub. Ceyran hələ onun boyuna çatmayıb. Yəni o boyda. Yəni sadəcə olaraq o prinsip, o məqsəd, o döyüş gecəsin gündüzə dayanmadan, ancaq məqsədə doğru, ancaq çalışmaq. Rekord nədir? 2 döyüş hansı ki peşkar döyüşüdür. 2 döyüşün birin qalib olub bu Taylandda keçirilən döyüşlərdən mən ümumi məsələn yarışlarını demirəm. Əsas peşkar döyüşdə. Peşkar döyüşdə 2 döyüş olub. Bir döyüş qalib oldu. İkinci döyüşündə də ki uduzdu 1 xal hesabı ilə. 28-27 xal hesabı ilə uduzdu. Ancaq deyim ki, yəni mən açıq deyim, o da deyib çox təcrübəli bir qız idi. 26 qələbəsi vardı, özü də Taylandda. Bu Tayski boksdan söhbət edir. Bəli. Kickboksdan söhbət edir. Yox, kickboks orada artıq Taylandda. Bəli, burada Lubitskidə nə qədər, neçə qələbə, onun sayı hesabı yoxdur. Burada məsələn burada məğlubiyyət demək olar. Olmayıb. Çünki təzə başlayanda olub. Çünki respublikada hansı ki məsələn Respublika çempionatı, Azərbaycan kubokudur. Yəni bütün o kickboks Azərbaycan Kickboks Federasiyasının bütün yarışlarının hamısının qalibidir Ceyran. Bəli, hətta Avropa mükafatçıdır. Yəni Avropa mükafatçıda orada da yenə deyirəm çox gözəl bir döyüş keçdi. Ceyran çəkisinin bir nömrəsi
dünyada bir nömrədir. Yəni Ceyran o döyüşlə elə bir döyüş keçdi ki, onu yəni bütün hamı bilir, hamı gözəl Dünya Federasiyası hətta yəni onun döyüşünə çünki Zelihan elə bir döyüş, yəni o kickboksun dünya, Avropa, Vakon, İFMAN dünya, Muay Thai dünya, yəni bütün yarışlarla hansı döyüşə çıxırdı, vurub aşırdırdı. Yəni nokaut, shot və beləncə. Yəni Ceyranla xal hesabına, 2 xal hesabına Ceyranla Avropa çempionu. İnşallah ki, mən inanıram ki, Ceyran... Baş məşqçinin özü orada mənə dedi ki, bəs biz səni döyüşə çıxardanda, yəni dəsmal atmağa hazır idik də. Yəni biz gözləməzdik ki, açığı Əlimizdə dəsmal almışdıq. Açığı özləri mənə dedi ki, biz gözləmirdik ki, sən 3 raundun axırına kimi qalasan. Yəni inşallah ki, bu il həmin qızla revanşı dünya çempionatında götürəcəm. Türk olan əfsanə var da, hal-hazırda dünyanın nömrə. Onunla necə oldu? Harda rastlaşdı? O yəni ki, onunla xal hesab oldu da. Xal hesab Avropa çempionatında bəli. O Avropa çempionatında Yunanistanda Avropa çempionatında 2024-də 2024-də bəli. Orada xal hesabı ilə 2 xal hesabı ilə Ceyranla uduzdu. Yəni polfinalda idi yoxsa nə idi? Polfinala çıxışda bəli. Ha, polfinala çıxışda. Polfinala çıxışda Ceyran yəni ancaq uduzmaq idmanda ümumiyyətlə udmaq da var, uduzmaq da var. Yəni döyüş var, udur, çempion olur. Ancaq yəni döyüş görmürsən də orada o gözəlliyi o görmürsən. Yəni bizə əsas orada da Taylandın özündə də, elə Avropanın özündə də məsələn Ceyranda o xarakteri gördülər. Hətta Ceyran məsələn müqavilələr inşallah ki olacaq, gələcək planlarımız ki, orada Ceyran məsələn döyüşünü bəyəndilər. Hansı ki Ceyran 2 aydır məşq eləyir. Yəni Muay Thai hansı ki bu peşkar döyüşü 2 ayın içində döyüşdü onu. Ceyran indiyə kimi çünki kickboksla Muay Thai fərqlidir. Yəni birində Muay Thai'da məsələn diz var, dirsək var. Ağır idman növüdür. Söhbət, yəni kickboks da döyüş idman növüdür. Yəni fərqli idmanlardan. Ceyran 2 ayda o məşqin elədiyi döyüşə çıxdı. Hə, döyüşə çıxdı və ikinci döyüşün... O sənsiz? Yox, mən oradaydım. Taylanddaydın. Taylanddaydım, bəli. Mən demişəm, özünə Ceyranı demişəm. Demişəm, bala, sən Allah Taala o son damlama kimi, yəni mən sənin yanındayam. İnşallah sən o... Çünki niyə? Ceyran o ürəyində olan arzudur ki, hansı ki o arzudur ki, Allahdan istəyib ki, o arzunu Allah Taala inşallah ki, nəsib eləyir. İnşallah. Sizdə məqsəd odur ki, dünyada inşallah Ceyran öz adını belə qızıl hərflərlə yazsın. Ceyran mən demişəm, inşallah yəni Allahdan. Sonra film olacaq ki, Ceyran 17 yaşında necə gəlir? Ceyran necə o Black Diamond. Filmi fikirləşmişdin, yoxsa necə? Özünlə bağlı film. Çünki adam bax görsən, söhbət edirəm, danışıram. Siz prosta buradan görmürsüz də. İndi oradan elə bil mən deyəndə ki, özünlə bağlı film olsun, gözləri elə parıldadı ki, o ulduz kimi. Hansı ki deyirəm mən ulduz olmaq istəyirəm, inşallah olacaqsan. O ki o gözlərində o istək varsa, o parıltı varsa, o inşallah da olacaq. Allah Taala sənə onu qismət eləsin inşallah. Sən neçə illərdir trener işləyirsən, məşqçisən? Mən uzun illərdir elə idman sahəsindəyəm. Məşqçiliyi saymarsa ümumilikdə belə 15 ildir. 15 ildir. 15 ildən biraz 17 ildir. Özün kickboksçu olmusan da. Bəli. Sonra da keçmisən yavaş-yavaş məşqçiliyə. Nə qədər uşaq görmüsən ki, 17 yaşından gəlsin bu nəticəni versin? Məsələn, Avropa mükafatı tələbələrim olub. Məsələn, dünya mükafatı tələbim açıq, yəni Ceyran kimi xarakterli, Ceyran kimi... Mən qız deyirəm, qız olub belə. Qız 17 yaşında gəlsin və bu nəticəni versin. O nəticəni... Oğlanda ola bilər hardasa kimsə olsun. O da onun bazası var. O harısı idmandan gəlib və istər-istəməz onda baza yoxdur. Bir də müəllim... Baza var evdə çox. Bir də müəllim, bilirsiniz nədir? Yəni, o gənclərdə biraz nəticə vermək, böyüklərdə çox çətindir. Yəni, Ceyran... İndi ola bilər, məsələn, gənclərdə gəlib, məsələn, Respublika çempionu olur, qız olsun və yaxud da hansısa bir nəticə. Ancaq böyüklərdə o nəticəni vermək həqiqətən çox çətindir və bütün ümumiyyətlə gənc idmançılara, gənc qızlarımıza, idmançılara elə arzulayıram ki, Ceyran kimi həm döyüşçü olsunlar, həm də ki, Ceyran kimi nəticələrin Ceyran kimi olsun da. Yəni, həm də maşallah, mədəniyyəti, özünə aparmağı, sadəliyi. Davam elə belə. Mən ona həmişə, yəni Ceyranı... O tərbiyədən gəlir. Bəli, özünə demişəm və deyirlər, tək mən yox, məşqçi olaraq demirəm. Bütün hamı deyir, yəni bütün Respublikada Ceyranı tanıyan, kickboksda məsələn, hamı deyir ki, yəni Ceyran hansı ki, Ceyran verdiyi nəticəsinin
məsələn heç 5% verməyib, hansı ki təkəbbürlü. Yəni Ceyran heç bilməzsən ki, bilməzsiniz məsələn idmançıdır, heç danışmasa Belə keçsə qıraqdan demərsən. Ceyran xaricdən gəlib hardasa. Heç demərsən ki, idmanla məşğuldur. Sadəlik. Mən özünə deyirəm ki, Ceyran bu sənin hamısı o sadəliyindir ki. O gözəllik. Yəni o gözəllikdir ki, sən sadəlik hər adama qismət olmur ki. Hamı sadəlikdən danışır. Ay sadəlik, belə zət. Aynan ki onlardan elə təkəbbür olarda, nə bilim o şey olarda hamı danışır. Bütün idmançılar var ki, onu buna bir belə, bu təkəbbürlü oğlandır. Özü ondan çox təkəbbürlüdür. O baxır ki, sadə olmaq lazımdır. Özü oturub dərs keçir sadəliklə bağlı, təkəbbürlüklə bağlı, nə bilim belə gəldi, bu belə getdi. Özü onlardan da pisdir. Çox maraqlı bir şeydir. Ancaq o həqiqətən səndə var. Onu sənə demək, kim demirsə təkəbbürlü, sadəlik, onda var. Kim ki onu çox deyir, sadəlik, indi belə bir ki o bu sadə adam deyil də, yəni bu belə. Bir də yaxşı. Tayland necə oldu qardaş? Tayland birdən-bir məsələn periodda kickboksdan Taylanda məlumatçı. Onun fikridir yoxsa sənin fikrin? Yox, mən əslində elə fikrim idi. Biz həmişə deyirdim ki, heç Tayland haqqında heç fikirləşmirdik ki, məsələn biz ancaq mən deyirdim ki, Ceyran hətta Ceyran arzusu idi. Deyirdim müəllim, ora mən yuxularda gördüyüm bir yuxu idi ki, gəlib orada məşq eləmək, orada hansı ki döyüşmək. Yəni hansı ki kitab kimi elə kadr kimi gözümə gəldi. O dedikləri və o yaşadıqları. Belə elə qismət məsələn oldu. Allah kömək olsun bizə dəstək olan, bizə hansı ki bizim orada məşqlərimizə Allah kömək olsun ki bizə dəstək oldu, idmançıya dəstək oldu ki biz oraya getdik. Orada da bizim əslində söhbət gedir bizim Azərbaycan işlərindən. Azərbaycan sağ olsunlar. Mən bilirəm kimdir. Prosta adını çəkməyəcəyik. Həqiqətən çox sağ olsun və çox bir yerlərdə dəstək olur həmin insan və indi bildim mən sözünü açıq siz dediniz. Adını çəkməyəcək. Yenə təşəkkür bildirirəm ki, ən azından o imkanlı şəxsdir və ancaq ki idmançımıza dəstək olur. Və bir çox imkanlı şəxslər var, hansı ki bizi görürlər, baxırlar, yaxud başqa verilişlərə baxırlar. Yəni həmişə demişəm ki, idmançılarımıza ümumiyyətlə gənc, yəni perspektivli uşaqlara tək idmanda yox, hər yerdə çalışın, dəstək olun ki, çünki bu gələcəkdə Azərbaycanın bayrağını təmsil edəcək, qaldıracaq. Ən azından bir balaca da sənin payın olsun o məsələdə. Kənarda qalma da yəni. Kənarda qalma. Biz də yəni elə fikrimiz o idi. O da yəni qismət oldu, elə getdik, orada məşq prosesi. Biz əslində dünya çempionatına hazırlıq məqsədinə getmişik ora və yenidən deyirəm, yəni Allah kömək olsun idmançıya dəstək üçün. Sən Taylanda gedəndə o dəstək yox idi da. Sən orada hazırlıqda burdan gedəndə, yəni bizim fikrimiz ümumiyyətlə yox idi. Yəni qismət oldu elə getdik. Orada məşqlər əsasında yarışlar və yenidən biz gəldik və yenidən geri dönüş müəllim yenidən dəstək oldu ki, belə biz orada. Bəs orada da onun dəstək olurdular, yoxsa bura gələndə orada da dəstək olurdu? Orada dəstək olurdular və yenidən indi inşallah biz yenidən qayıdacağıq ora və qayıtmağımızın əsas məqsədimiz biz Bakunun dünya çempionatını vuruşmaq məqsədi ilə gedirik ki, orada o hansı ki bir də ki inşallah Ceyran İslam oyunlarını vuruşacaq. Noyabrda 2 böyük mühüm yarış vuruşacaq. Həm İslam oyunların, həm də Bakunun dünya çempionatını vuruşacaq. Çox bir idmançılarımız var ki, hansı ki nəyəsə xəyal görürdülər və o dedilər ki, vaxt gələcək mən burada olacağam. Sən necə fikirləşirsən? Sən harda olmaq istəyirsən? UFC-də. Ən axır. Ceyran inşallah yəni bizim əsas məqsədimiz deyim heç kim gələn kimi orada Van FC-yə vuruşmayıb, orada çempion olmayıb. Təbii ki zamanla məqsədə doğru. Ceyranın da əsas məqsədi odur ki, yəni düzdür Ceyran üçün hələ az bir zamandır. Yəni biz bu az bir zamanda böyük bir nəticəni inşallah ki biz bir zaman keçəndən sonra Ceyran Van FC-də vuruşacaq. Van FC-nin inşallah ki inanırıq ki və ora çıxışında ilk Azərbaycanlı qadın olacaq. Yəni inanıram. Mən həqiqətən sözün həqiqi mənasında Ceyrana çox inanıram. Çünki o yenə deyirəm Rüfət müəllim, bizim o hansı ki oturub hərdən evdə oturub belə videolara baxıram. O arxiv videolarına. Bizim hansı ki məsələn o Musa Beqov parkında çöldə məşq elədiyimiz orucluq ayında hansı ki oruç tuta
o çöldə, o istinin bir parkın içində məşq elədiyimiz, hansı ki cross elədiyimiz günlərə baxıram və o elədiyimiz o zəhmətli günlərin biz həmişə deyirdik, özünün arzusu deyirdi ki, mən bunu eləyəcəm, bunu eləyəcəm. Şükür Allah ki, yəni o istəyə gəlib çatır. Ona görə də mən səni bu böyük ulduz kimi görürəm. Adımı UFC-də görürəm. Glory çempion olandan sonra yavaş-yavaş da. İndi çempionat Glory-də olanda mən də gələrəm, yarışlarda bir stimul olar, motivasiya olar. Çəkilişlərimi apararam, gücüm ona çatar. Görsəm ki, problem var məsələdə, indi bu ringə buraxsalar sənlə çıxıb orada vuruşarıq. Biz döyüşdə olanda elə vururuq, qışqırmaq, adam bir-birinə orada. O emosiyalar partladır da. Biz az döyüşlərdə olmamışıq. İnşallah qismət olsun müəllim. Elə Ceyran İslam oyunlarının vuruşanda da elə inşallah qismət olsun elə bir yerdə o çəkiş. İnşallah. Həm dünyanı, həm İslam oyunlarını. İnşallah. İnşallah ki, elə siz də bir yerdə çox böyük bir stimul oldu. Mən həqiqətən çox idmançılara pərəstiş eləyirəm. Ancaq mən sizə düzün deyim, ən böyük pərəstiş eləyəcəm ki, bundan sonra inciməyin dostlarım. Ancaq favoritim oldu mənim Ceyran. Niyə görə? Çünki Ceyran xanımdır, qızdır və mənim onun bugünkü günləri mən birinə 5 eləyirdim, indi sənə eləyəcəm 10. Yəni birini 2 dəfə paylaşırdım, sənə 5 dəfə paylaşacağam. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. UFC bilirsiniz də, indi ən böyük təşkilat sayılır və bunun sübutu da bir neçə ay bundan qabaq, bir ay təxmini bundan qabaq Azərbaycanda olan yarışdan söhbət gedir. Hansı ki, bizi təmsil etdilər bizim dostlarımız, Azərbaycanlı idmançılarımız və Nazimdən danışmaq istəyərdim. Nazimin özü bizim dostumuzdur. Bax görsən, çox gözəl döyüşdü, gözüm parıldayır. Nazim, buradan sənə salam deyirik. Nazim hal-hazırda UFC-nin parlaq ulduzudur. İnşallah ona da arzu edirəm ki, inşallah kəməri Azərbaycana gətirsin, gətirəcək. Ancaq ki, o da 4 il bundan qabaq Azərbaycanda olanda təzə UFC-də addımlamalar başlayanda bizim verişlərimiz var. Şuşada, orada, yəni burada. İndi biz onları kəsib veririk və onu göstəririk ki, bu 4 il bundan qabaq bunun da məqsədləri var idi. Ancaq Azərbaycanda Nazim partladacaq bir keçən il 3 ay, 5 ay, 6 ay bundan qabaq heç kəs bilmirdi ki, UFC Azərbaycanda ola bilər. Ona görə mümkün olmayan bir şey yoxdur. Öz arzularınızın dalıca gedin, öz xəyallarınızın dalıca. Sizdə hər şey alınacaq. Necə ki, Nazimdə alındı. Hamının da əziyyəti var, hər idmançının. Hələsinin özünə görə sənin kimsə hansı bir idmançının formu kimdənsə biraz Bəhramdan götürəcəksən, biraz Rafaeldən, biraz Hacıdan, biraz Nazimdən, biraz Çingizdən. Yəni hərədən biraz. Rafael fizinin stoykası, məsələn, sonra Güləş kimdə olsun? Güləş. Güləşdən çox. Hacı Əliyevin güləşi. Nətərdir sənin üçün? Hacı görsən o sistem yerindir. Başlamısan. Hacı Əliyevə salamlar göndəririk buradan. Yəni görsən deyir Hacı Əliyevin güləşi. Sonra nə qaldı orada? Trenerimdə söhbəti. Trenerimdə danışmağı. O üçün ən gözəl. Və UFC-də də inşallah sözünü deyəcəksən. Bax, UFC, neçə il UFC izləyirsən? Mən idmana başlamamışdan əvvəl də UFC izləyirdim, ilk əvvəllərdən. Bəs necə, sən dedin ki, UFC keçməmişdən qabaq nədənsə başlayasan, sonra keçidi. Yəni məqsəd o idi, fikir o idi, plan o idi. Məqsəd həmişə UFC olubdu. Yəni o döyüş, necə deyim, oradakı stres çox xoş gəlirdi. Sevinir. Cəmaət deyir stres. Adam deyir ki, günün altına çıxıram, stres yaşayıram. Yəni o sərbəstlik idi, yəni gir döyüş, nə bacarırsan göstər. Sən uşaqlıqda danışqın olmusan? Yox, çox heç kimlə işim. Heç kəslə işin olmuyor. Daha indi necə belə döyüşə həvəsin var sənin ki, oradakı stres. Gözü ilə deyir, Rəfət müəllim, elə bu döyüşü gözü ilə. Sən burnun sınır. Yox, sınmıyor. Burnun, yəni heç güclü zərbə buraxan deyilsən. Daha aydın məsələdir. Yəni burnun sınmayıb indiyənə qədər. İndən belə də sınmayacaqdır mən düşünürəm. İnşallah. Yəni zədə, yəni belə bir hələ problem olmuyor. İnşallah bundan sonra da olmasın. No idmandır da, istər-istəməz adam istəmir olsun. No insan geri hər şeyə hazır olsun. Çünki bu UFC-də. Bunu sınmayan idmançı da, yəni deməli onda bir fərqli var. Ona görə istəyirəm ki, indən belə də burnum sınmasın. Yox, bax qulaq as. İndi UFC biraz fərqlidir də. UFC-nin əlcəkləri fərqlidir. Orada tam fərqli bir şeydir. Onun üstünə məşq eləyirik, UFC əlcəkləri. Çünki baxırsan ki, maşallah deməsən ki, döyüşçüdür də. Burnu hər şey
Səliqəlidir. Bu də. orada da mən Taylandda da orada yarım kəlcə ilə keçirdi. Bu Ceyran orada məşq eləyəndə Ceyran orada deyirdi ki, mən döyüşməyib, döyüşün acdır da, döyüş, ancaq vuruşmaq istəyir. Gedirdi orada elə Azərbaycanın o fəxri Rafael Feyziyev, yəni buradan da salamlayırıq. Rafaellə bir yerdə məşq eləyirdilər. Hətta onların sparinqinə indi parter olana, məsələn MMA döyüşünə gedirdi, parterə yox, ayaq döyüşə. Yəni orada da uyğunlaşırdı ondan, hansı ki o yarım kəlcə ilə görməyib. İndiyə kimi məsələn yarım kəlcə döyüşməyib. Yəni orada məsələn hansı ki Ceyran döyüşdüyü qızlar Rizingin döyüşçüləridir, Bellatorun məsələn Onlarla qızları. MMA vurur. Yox, MMA ayaq üstə isə döyüş, yox. elə bir Ayaq parter, üstə, ha. ayaq üstə döyüş, post parter olmur da, ancaq elə Ancaq ayaq üstə döyüşürlər. Onlarda deyir bir həftədə 2 dəfə olur da, səbəbim biri parterlə döyüş sparring günlər olurdu. Bir də ki ayaq üstə, elə ayaq üstə döyüş yarım kəlcə, ancaq ayaq üstə döyüş olurdu. Fiziklə olmasa nə ayaq üstə, yoxsa necə? Yox, bir yerdə məşq. Bir yerdə görürsən ki, məşq edir. bir yerdə. Sən vaxt gələcək, mən də inşallah yüksək olacağam. Nəysə. İnşallah bu dediklərimi yəni 5 il ərzində həyata keçirəcəm inşallah. Bəs UFC-yə baxanda kimə daha çox pərəstiş eləyirdin? Conor. Conor. Ha, kim otur? Conor. Kim otur? Conorla biz görüşmüşük də, görmüsən də. Conor. Ha, görməmisən biz onu. Bizim görüşümüzü görməmisən Conorla. Ya sən göstərim. Na família! Na família! Conor'a buradan salamlar deyirəm. O gün Conor McGregor o da stoykada döyüşdüyünə görə. Mən stoyka döyüşü çox sevirəm. Parterdən çox sevirəm. Yaxşı, bəs güləşlə necə olacaq? İstər-istəməz güləşlə Məşğul olacaq inşallah. İnşallah bizim əslində gələcək planlarımızdır o. Gələcək planımızda inşallah Ceyran ayaq üstə döyüşü çox xoşlayır və sadəcə orada Ceyrana əsas orada lazımdır ki, məsələn, o bizim indiki planımızdır. Gələcəkdə inşallah əsas məqsədimiz, nəticəmiz o bir müddətdən sonra o bir müddət yeyəcək orada hansı ki bəzi şeylər o güləş Braziliya jiu-jitsusudur, boylar da sındıracaq. Əl ayaq şükür Allah yerindədir. Bir dənə xırda o şeyləri öyrəndən sonra həm də yəni inşallah ki, yəni bir ağ dediyi kimi əsas odur ki, istək, bir də çalışmaq. İnşallah ki, onda xarakter. bəli, xarakterdəki yəni Ceyranda maşallah olsun. Maşallah. Ona görə çox sağ ol sənə deyirəm. Həmişə sənin qulluğundayam. İndi bundan sonra nə dedim, söz verdim sənə. Mən marağındayam ki, sənin karyerinin sonuna kimi sənə dəstək olum. Hər uğuru da inşallah işıqlandıracağıq. Qəşəng verilişlər çəkəcəyik. Sən tərəfə düşəndə odur ki, inşallah ki, birinci zədəsiz olasan ən birincisi. Çünki uduzmaq hər şey olur, bu normal. Yəni düzdür, uduzmaq fikirləşmə heç vaxtı. Ancaq irəli, qələbə, həmişə motivasiyan güclü olsun. Ancaq həmişə də can sağlığı fikirləş. Ən birinci həyatda can sağlığıdır. Valideynlərə də xüsusi olaraq minnətdarlıq və uzun ömür can sağlığı ki, sənin kimi gənc yetişdiriblər. Azərbaycan fəxri. Çox sağ ol. Çox sağ olun müəllim. Allah sizdən razı olsun. Mən də öz növbəmdə sizə yenə də təşəkkür edirəm. Allah razı olsun.